Gözlənilən güclü küləklə bağlı Milli Hidrometeorologiya Xidməti təcili xəbərdarlıq edib, Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Yanvarın 18-i və 19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər rayonlarda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilir. Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti saniyədə 20-28 metrə çatacaq. Bakıda və Abşeronda, eləcə də Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Saylan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək ki, küləyin sürəti bəzi yerlərdə saniyədə 20 metrə qədər güclənəcək. Fövqəladə Hallar Nazirliyi də öz növbəsində gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə qəti çağırış edib. Çağırışda deyilir ki, ölkə ərazisində yaxın günlər ərzində havanın yağıntılı olacağı, əsasən dağlıq və dağətəyi rayonlara qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, temperaturun xeyli aşağı inəcəyi, bəzi yerlərdə arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Odur ki, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etmək vacibdir. Belə ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bu cihazlardan istifadə zamanı yanğın təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir. Nasaz, qeyri-standart və ya kurslar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli və işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır. Eyni zamanda xüsusilə dağlıq ərazilərdə yaşayan vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli. Belə bir zərurət yarandıqda isə hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəsilə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməlidirlər. Qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyə olunur. Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq küləkli havada yanğın təhlükəsizlik qaydalarına da ciddi riayət edilməlidir. Hər hansı bir təhlükə olduqda isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz.